Salam əziz müəllimlər. Mən bugün sizə sürtünmə qüvvəsinə aid miq və sertifikasiya tipli, maraqlı, həm də deyərdim ki, nisbətən çətin bir neçə sualın izahını verəcəm. Gəlin keçək sualların izahına. Sualda bizə deyilir ki, sürtünmə əmsalı 0,3 olan mail müstəvi üzərində cisimlər sərbəst buraxılır. Cisimlərin təcili neçə metr bölü saniyə kvadratı olar? Sinus 53 dərəcədə 0,8, kosinus 53 dərəcədə 0,6-dır. J bərabər 10 metr bölü saniyə kvadratıdır. Deməli, biz müəllimlər, birinci gəlin cisimlərə təsir edən qüvvələri göstərək. 10 kiloqramlı bu cisimə təsir edən qüvvə ağırlıq qüvvəsindən, yəni mg-dən olur nə qədər? 100 newton. Həm də bu ipdə bir T gərilmə qüvvəsi var. Baxın, bu ipdəki T gərilmə qüvvəsi elə ip dəyişmədiyi üçün həmin bu ipdə də yaranan T gərilmə qüvvəsidir. İndi biz baxaq, baxın bu cismə. Bu cismə təsir edən hansı qüvvələr var? Bu cismə təsir edən mg-nin sinus toplanan olan qüvvə var. Mg sinus alfa olan qüvvə. Biz həm də o qüvvəyə mail müstəvi üzərində cismə təsir edən sükunət sürtünmə qüvvəsi deyirik. Deməli, həmin mail müstəvi üzərində həmin cismə təsir edən mg sinus alfa, baxın, bu istiqamətdə cismi aşağı salmağa, sürüşdürməyə çalışan qüvvədir. Bu istiqamətdə yönəlmiş qüvvədir. mg sinus alfa. Gəlin bunun qiymətini hesablayaq. Kütlə bizə verilib 10, J də bizə verilib 10, sinus 53 dərəcədə qiymət bizə verilib 0,8. Deməli, mən buradan alıram ki, həmin qüvvə nə qədərdir? 80 newtondur. Aha, bu qüvvəni yazdıq. Bəs indi biz müəyyən eləyək ki, bəs sürtünmə qüvvəsi hansı istiqamətə yönəlir? Deməli, baxırıq ki, 100 newton qüvvə bu istiqamətdədir, 80 newton qüvvə də cismi aşağı salmağa çalışan, yəni bu istiqamətdə yönələn qüvvədir. Deməli, onda sürtünmə qüvvəsi də, baxın, yönələcək hara? Bu istiqamətdə. Mail müstəvi üzrə sürtünmə qüvvəsinin düsturunu bilirik. Necə yazırıq? Mü, mg, kosinus 53 dərəcə. Bunu da hesablasaq, alırıq nə qədər? Mü 0,3'dür, kütlə 10'dur, 3 edir, J 10'dur, kosinus 53 dərəcədə 0,6'dır. Buradan alırıq ki, sürtünmə qüvvəsi də 18 newtondur. İndi gəlin biz bu cismə, həm bu cismə, həm də baxın bu cismə təsir edən qüvvələri Newtonun ikinci qanununa uyğun olaraq yazaq. Deməli, bu cismə, birinci bu cismə baxaq. Bu cismə baxdıqda görürük ki, 100 newtonluq qüvvə çox olduğu üçün cisim aşağıya doğru hərəkət edəcəkdir. Aşağıya doğru hərəkət etdikdə Newtonun ikinci qanunu bu şəkildə olur. Deməli, 100 newton çıxılsın T gərilmə qüvvəsi bərabərdir M-aya. M nə qədərdir? 10 kiloqram. Bura A da bizim təcillimizdir. Gəlin indi bu hissəyə təsir edən qüvvələr üçün Newtonun ikinci qanununu yazaq. Bu hissəyə təsir edən qüvvə üçün, deməli, əgər sistem bu şəkildə aşağı hərəkət edirsə, deməli, onda bu şəkildə T qüvvəsi, T gərilmə ipi də, daha doğrusu, ip də bu şəkildə aşağıya doğru çəkilməlidir. Deməli, onda T ipində yaranan qüvvə daha böyükdür. T ipində yaranan qüvvədən çıxıram mən nəyi? 80 newton üzərinə gəlinsin 18 newton olan qüvvəni və bərabər eləməliyəm M-aya. M də 10 kiloqramdır, təcil də A-dır. Mən burada gərilmə qüvvəsini tapsaydım, baxardım ki, bərabərliyin sağ tərəfi bərabərdir, bu ifadələri bir-birinə bərabər edərdim. Amma mən baxıram ki, mənə təcil lazımdır. Mənə təcil lazım olduğu üçün mən bu birinci tənlikdən gəlin təcili, daha doğrusu T gərilmə qüvvəsini tapaq. T gərilmə qüvvəsini tapsaq necə yazırıq? T bərabərdir 100 çıxılsın 10A. Gətirək bu ifadəni burada T gərilmə qüvvəsinin ifadəsində yerinə yazaq. Deməli, onda alırıq 100 çıxılsın 10A çıxaq. 80 üstə gələk 18-dən də alırıq 98
bərabərdir 10 aya. Buradan da alırıq ki, 100-dən 98 çıxanda alırıq 2. 10 anı da bu tərəfə bərabərliyin sağ tərəfinə keçirəndə alırıq 20 a. Və buradan da alırıq ki, təcil bərabərdir 2 bölünsün 20-dən 0,1 metr bölünsün saniyə kvadratı. Cavab olur A variantı. Keçək növbəti sualın izahına. Üfüqi səthdə yerləşən cismə müstəviyə paralel istiqamətdə dartı qüvvəsi təsir edir. Cismin aldığı təcilin dartı qüvvəsindən asıllıq qrafiki şəkildəki kimi olduğuna görə, qrafikin A nöqtəsinə uyğun vəziyyət üçün cismə təsir edən dartı qüvvəsini və sürtünmə qüvvəsinin neçə newton olduğunu hesablayın. Deməli, müəllimlər, bizə verilmiş təcilin dartı qüvvəsindən asıllıq qrafikində biz baxırıq, baxın, bizə verilən bu elə 8 newtonluq qüvvə bizim cisimimizə təsir edən sürtünmə qüvvəsidir. İndi gəlin biz bu sürtünmə qüvvəsi verilib və burada bu 12 newtona əsasən, 12 newtonda dartı qüvvəmiz olsun, 12 newtona əsasən cismin kütləsini tapaq. Təcil də bizə verilib 2. Baxın bu hissə üçün. Bu hissə üçün tapaq cismin kütləsini. Kütlə dəyişmir ki, xeyr, kütlə dəyişmir. Ona görə kütləni tapsaq biz A nöqtəsinə uyğun da dartı qüvvəsini tapa bilərik. Gəlin yazaq Newtonun ikinci qanunu. Necə yazırdıq Newtonun ikinci qanunu? F dartı çıxılsın F sürtünmə bərabərdir M aya. Bu yazdığımız tənliyə uyğun olaraq biz yazırıq. 12 çıxaq 8 bərabərdir M bilmirik. Təcil də bizə verilib 2. Biz buradan alırıq 4 bərabərdir 2M. M də bərabərdir 2 kiloqram. Deməli, kütlə nə qədər imiş? Kütlə 2 kiloqramdır. İndi biz kütləni tapmışıq. Gəlin biz A nöqtəsinə uyğun dartı qüvvəsini tapaq. A nöqtəsinə uyğun dartı qüvvəsini tapmaq üçün yenə Newtonun ikinci qanunu yazaq. F çıxılsın. Necə yazmalıyıq? F sürtünmə. F sürtünmənin də yerində nə hansı ədəd durur? 8. F sürtünmə bərabərdir M aya. M nə qədər tapdıq? 2 kiloqram. A da nə qədərdir? Baxın, bu hissəyə A nöqtəsinə uyğun təcil də 3-dür. 2 vurulsun 3. Biz buradan alırıq ki, F bərabərdir 14 newton. Deməli, bizim A nöqtəsinə uyğun dartı qüvvəmiz 14 newtondur və bizim də sürtünmə qüvvəmiz isə 8 newtondur. Cavab olur D variantı. Keçək növbəti sualın izahına. Şəkildəki sistemdə sürtünmə qüvvəsi yalnız cisimlər arasında vardır və sürtünmə əmsalı 0,5-dir. T ip gərilməsinin neçə newton olduğunu hesablayın. Deməli, mən birinci sürtünmə qüvvəsini təyin etməliyəm. Sürtünmə qüvvəsini təyin etmək üçün mən bilməliyəm ki, mən bu cismi hansı istiqamətə hərəkət elətdirirəm. Baxıram ki, bu cismi mən sola doğru hərəkət etdirirəm. Sola doğru cisim hərəkət edirsə, deməli cisim bu istiqamətə hərəkət edir. Burada da bir T ipində T gərilmə qüvvəsi var, daha doğrusu o ipdə. Deməli onda, baxın, bu cisimlə 2 kiloqramlıq cisimlə 3 kiloqramlıq cismin arasında bir sürtünmə qüvvəsi var. Bir də bu səthdə sürtünmə qüvvəsi yoxdur. Səthlə cisim arası, 3 kiloqramlıq cismin arasında sürtünmə qüvvəsi yoxdur. Bir də var. İndi baxaq ki, əgər mən bu ipi bu istiqamətə sola doğru çəkərəmsə, onda 2 kiloqramlıq cisimlə 3 kiloqramlıq cismin arasında bir sürtünmə qüvvəsi yaranır, F sürtünmə. Həm də bu cisim, baxın, bu istiqamətə də bir T qüvvəsi var, həm də bu cismin özünə də, baxın, bu istiqamətdə bir sürtünmə qüvvəsi təsir edir. Elə bu həmin sürtünmə qüvvəsidir. Gəlin biz bu sürtünmə qüvvəsini tapaq. Bu sürtünmə qüvvəsini biz necə tapa bilərik? Mü, M, J düsturuna əsasən tapa bilərik. Mü nə qədərdir verilib bizə? 0,5-dir. Kütlə nə qədərdir? 2 kiloqramdır. J də 10-dur. Mən buradan alıram ki, deməli sürtünmə qüvvəsi 10 newtondur. Onu bu şəkildə yazdıq. Və bu sürtünmə qüvvəsinin qiyməti həm də, baxın, burada bu cismə, 3 kiloqramlıq cismə təsir edən elə qüvvədir.
10 Newton da bu istiqamətə cismə təsir edir. İndi gəlin biz həm bu cisim üçün, bu sistem üçün, həm də baxın bu sistem üçün Newtonun ikinci qanununu yazaq. Deməli yazdıq onda. Necə yazarıq? 50 qüvvə, 50 Newtonluq qüvvə böyük olduğu üçün 50 çıxaq. T ip gərilməsi üzərinə gəlinsin. Nə qədərdir sürtünmə qüvvəsi? Hər ikisi eyni istiqamətə yönəldiyi üçün 10 Newton bərabərdir. 2 vuraq A. Təcildə A. Həm də bu hissə üçün Newtonun ikinci qanununu gəlin yazaq. Bu hissədə artıq T ip gərilməsi böyük olduğu üçün mən yazacağım T çıxılsın 10 Newton bərabərdir 3 vurulsun A-ya. Kütlə vurulsun təcili. Niyə? Çünki baxın bu 50 Newtonluq qüvvə cismi bu istiqamətə çəkəndə ip bu istiqamətə hərəkət edir. İp hərəkət edəndə bu altdakı cisim də başlayacaq bu istiqamətə hərəkət eləməyə. Onda deməli T ip gərilməsi 10 Newtonluq qüvvədən daha böyükdür deyə həmin 3 kiloqramlıq cismi çəkib aparacaq digər istiqamətə, yəni sağa doğru. Ona görə də biz yazırıq T çıxılsın 10 bərabər 3 A-ya. Mən burada T ip gərilməsini tapmalıyam. T ip gərilməsini tapmaq üçün mənə verilmiş, mən yazdığım aşağıdakı ifadədə mən A-nı təcili tapım. Təcili tapsam necə yazıram? A bərabərdir T çıxaq 10 bölək 3. Bu şəkildə. Gətirib bu ifadədə yerinə yazıram. Yazaq. 50 çıxaq T üstə gələk 10. Elə bunu da bu şəkildə belə yazaq. 50-dən 10 çıxsam alaram 40 və onda olar 40 çıxaq T bərabərdir 2 vurulsun. Təcilin yerinə baxın bu ifadəni yazmalıyıq. Yazaq bu ifadəni. T çıxaq 10 bölək 3. Və mən buradan da alıram ki, hər tərəfi 3-ə vursam 120 çıxılsın 3T bərabərdir 2T. 2-ni də baxın bu hissəyə vursam çıxaq 20. Və buradan da alıram ki, 5T bərabərdir 140-a. T də bərabərdir 28 Newton. Deməli, T ip gərilməsi 28 Newtondur. Əziz müəllimlər, mən ilk növbədə əvvəl izah etdiyim test bu il 2025-ci ildə müəllimlərin sertifikasiya imtahanına düşmüş sualdır. Həmin sualın qiymətləri, yəni orada verilən rəqəmlər fərqli ola bilər, amma eyni ilə həmin sual tipində sual düşmüşdür. Bu suallar çətin suallar hesab oluna bilər. Hər kəsə uğurlar arzulayıram. Növbəti dərslərdə görüşərik.